Dünən iyun ayının ümumi havası haqqında məlumatı diqqətinizə çatdırmışdım. Bugün isə iyunun ilk günü 1 iyun üçün istəyirəm hava haqqında məlumatı sizinlə paylaşam. May ayında havalar çox soyuq keçir deyə şikayətlər edirdiniz. Artıq dözülməz istilər başladı. 1 iyun bazar günü Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə isti olacaq. Rayonlarda gündüz bəzi dağlıq yerlərdə qısa müddətli az yağış yağa bilər. Aran bölgələrdə 31-36, dağlarda isə 22-27 dərəcə isti proqnoz edilir. Sonda yay fəslinə özəl çox yaxşı bir xəbərim var. Gəncəlilər və Gəncədə olan qonaqlar üçün əla fürsətdən danışmaq istəyirəm. Beynəlxalq xəstəxana ilə üzbəyüz Nur Optik adlı bir optik dükan var. Bütün optik eynəklərə və eyni zamanda gün eynəklərinə 30% endirim var. Venera Vahabzadənin səhifəsindən bu məlumatı eşidib gəlmişik desəz, sizə həmin 30% endirim təklif olunacaq və eynək də alsaz, o zaman göz müayinəsi pulsuzdur. Özü də eynəyi istədiyiniz çərçivədə və formada sifariş edə bilərsiniz. Günəşdən qorunmaq üçün keyfiyyətli şüşələr təqdim olunacaq. Avropa ölkələrindən gətirilir həmin şüşələr. 070 940 93 66 nömrəsinə elə indi zəng edin. Zamir adlı qardaşımız sizə cavab verəcək və istədiyiniz eynəyi sifariş etmək üçün də Nur Optikə yaxınlaşın.